Herkese salam. Bugün 9 Mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahan suallarına baxacağıq. 61-ci suala baxaq. Siz görürsünüz ki, sürət müxtəsər Ruma düsturudur. A kvadrat minus B kvadratının düsturunu gəlin yadınıza salaq. A minus B, A plus B. Bir dəfə toplayırsınız, bir dəfə çıxırsınız. 828 çıxılsın 72. 828 üstə gəl 72 bölünsün 378. O da bərabərdir. Deməli, 828-dən 72 çıxanda edəcək 756. Toplayanda isə 900. 378-dən 756 ixtisar gedər. 378 və 2 qalar. 2-ni 900-ə vuranda 1800 edər cavabımız C variantı. 62-ci sual silsilə sualıdır. Silsilənin n-ci hədd düsturu A-n bərabər A1 üstə gəlinsin n-1 D-dir. D silsilə fərqidir. Deməli, A13 deyirsə yazırıq. A13 bərabərdir. A1 üstə gəlinsin 13-dən 1 çıxanda 12D. A28 bərabərdir. A1 üstə gəlinsin 27D. Bu sizə şərtə görə biri 58-dir, biri 28-dir. Tərəf-tərəfə bunları çıxsaz, alarsınız nə? Mənfi 15-dir, bərabərdir 30-a. Onda D də bərabərdir mənfi 2-yə. Silsilə fərqimiz mənfi 2, doğru cavab B variantı. 63-cü sual cəmin hasilə çevrilmə düsturudur. Kosinus alfa plus kosinus beta düsturunu gəlin yadımıza salaq. 2 kosinus alfa üstə gəl beta bölünsün 2, vurulsun kosinus alfa minus beta bölünsün 2. İndi alfanın yerində 38 durur, betanın yerində 18. Olacaq belə, bərabər 2 kosinus 38 üstə gəl 18 bölünsün 2. Vurulsun kosinus 38 minus 18 bölünsün 2. O da bərabərdir. 2 kosinus 38 üstünə 18 gələndə eləyəcək 56. 56-nı 2-yə böləndə 28. Kosinus deməli 38-dən 18 çıxanda deməli edəcək deməli 20, 30, 20. 20-ni də 2-yə böləndə 10 edəcək. 2 kosinus 28 vurulsun kosinus 10. Yəni cavabımız olacaq D variantı. 64-cü məsələdə AC 20-dir. BN 8-dir, NC isə 17-dir. Bu sual oxşarlıq sualıdır. Bizə MN istəyir. Deməli, X-in deməli 8-ə nisbəti bərabərdir ümuminin 20-yə nisbətinə, daha doğrusu 20-nin ümumiyə nisbətinə. O deyəcək 25. Onda belə çıxır ki, 25x bərabər 8 vurulsun 20. X də bərabər 25 məxrəcdə 8 vur 20. 5-ə böləndə hər tərəfi 8-i 4-ə vuruq 32. 32-ni də 5-ə böləndə 6,4. Doğru cavab olacaq A variantı. Prizmanın həcmi bu qədər, hündürlüyü 8 olarsa oturacağın sayəsini tap. Ümumiyyətlə istənilən fəzan fiqurun həcmi V bərabər S oturacaq vur H düsturunun hesablanılır. Prizmanın həcmi 120-dir, hündürlüyü 8-dir, S oturacağı tapıram. Onda belə çıxır ki, S oturacaq bərabər 120 bölünsün 8-ə. 120-ni də 8-ə böləndə edəcək 15. A variantı doğru cavabımızdır. 66-cı sual düzbucaqlının perimetr düsturu 2A plus B. İndi 2 N'in yerinə 40 qoyuşuz, uzunluğun yerinə K. 40 plus K. Doğru cavab C variantı. Bu şərt ödəyən natural ədədlərin sayını tapın. 17-dən böyük bərabər deyirsə 17, 18, 19, 20, 21, 22, amma 23-ü almayacaq. Neçə dənədir ümumi sayımız? 6 dənə. 68-ci sual. Sinifdə 24 şagird var. Bu şagirdlərin 2 növbətçini necə müxtəlif üsulla seçmək olar? Kombinzon 24-dən 2 qeyd edək. Kombinzon 24-dən 2 də bizə verir 24 faktorial bölünsün 22 faktorial vurulsun 2 faktorial. O da bərabərdir. 24 faktorial biz belə yaza bilərik. 22 faktorial vurulsun 23 vur 24 kimi. 22 faktoriallar ixtisar gedər. 2 ilə 24 ixtisar gedər, qalar 12. 23-ü də 12-yə vuranda edəcək 276.
40% ifadənin qiymətinə bərabər olan ədədi tapın. 4,5-i gəlin qarışıq kəsir şəklində çevirək, sonra düzgün olmayan. Bu edəcək 10/45, vurulsun 3/5. İxtisar eləyək bunları. 15, 5, 2, bu elədir 7,5. 7,5-in üstünə 2,5 gələndə edəcək 10. İndi 40% 10 olan ədədi tapıram. Birinci faiz gəlib sonra ədəd gəlirsə, ədədi 100-ə vurub faiz göstərənlərdə bölürəm. 40-ın bu sıfırı ilə 10-un sıfırı gedir. 4 ilə 100 ixtisar gedir. Qalır cavabımız 25. Y variantı doğru cavabımdır. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Eyni qövsəyə söykənən daxilə çəkilmiş bucaqlar bərabərdir. Həmçinin, əgər o qayda yadınızda deyilsə, bura 40-dırsa, daxilə çəkilmiş bucaq deyil, qövs 80 olacaq. 80-dirsə onda belə çıxır ki, bu daxilə çəkilmişdir, 40 olacaq. Cavab B variantı. Trigonometrik cədvəllə bağlı belə bir sualımız var. Sinüs 60 minus kosinüs 30 ifadəsinin qiymətini tapın. Sinüs 60-da kök 3/2, kosinüs 30-da kök 3/2 alır. Aydın məsələdə kök 3/2, kök 3/2 bir-birini çıxanda qalır 0. Y variantı doğru cavabımızdır. 72-ci sualda 2, kök 2 bilirsiniz ki, əgər qüvvətlər yanaşıqsa vurursunuz. Kök 2-ni kök 2-yə vuranda 2 eləyir. 2 üstü 2, 4. Doğru cavab B variantı. Bu bərabərsinin həllər çoxluğunu istəyir. Mənfi 2x kiçik bərabərdir 8. Onda biz belə eləyək. Hər tərəfi 2-yə bölək. Onda x kiçik bərabər 4 və mənfiyə hər tərəfi mənfiyə vuranda işarələr əks dəyişməlidir. Yəni kiçik bərabərsə olacaq böyük bərabər mənfi 4. Bizə ən kiçik həlli ilə bunun mənfi 4-dür. Konusun doğranı 10 kök 3-ə bərabər olub, oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yaxşı, bu bizim konusumuz olsun. Bilirsiniz ki, konusun oturacağı çevrə formasındadır. Və doğuran 10 kök 3-dür, oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Onda belə çıxır ki, bura 60-dır. 30 dərəcəli bucaq qarşıda duran katet hipotenuzun yarısına bərabərdir. Onda belə çıxır, bura 5 kök 3-dür. 60 dərəcəli bucaq qarşıda duran katet digər katetin, yəni 5 kök 3-ün kök 3 mislinə bərabərdir. Kök 3-ü kök 3-ə vuranda 3 eləyir, 5-i 3-ə vuranda 15 edəcək. Deməli, sizin bu hissəniz, yəni tutaq ki, bu yəni buradan bura qədər olan məsafə 15-dir. O da elə bizə radiusu da düzdürmü? Deməli, konusun oturacağının radiusu 15-ə bərabərdir. Baxaq 75-ci suala. 75-ci sualda bu bərabərsizliyi həll etmək üçün siz parçalama üsulundan istifadə etməlisiniz. 2 üstü x vurulsun 2 üstü 3, yəni 8. Çıxılsın 6-nı parçalayaq 2 vur 3 kimi 2 üstü x kiçikdir. 3 üstü x vur 3 üstü 1, o da 3 edəcək. Çıxılsın 3 üstü x. İndi 2 üstü x-i sol tərəfdə ortaq qrup kimi çıxartsam qalacaq 8 çıxılsın 6. Çünki 2-ni 3-ə vuranda 6 edir də. 3 üstü x-i də çıxartsaq olacaq 3 çıxılsın 1. 2 üstü x, 8-dən 6 çıxanda 2 qalır. 3 üstü x, 3-dən 1 çıxanda 2 qalır. 2-lər gedir. Qalır 2 üstü x, kiçikdir 3 üstü x-dən. Hər tərəfi 3 üstü x-ə bölsəm və ümumi qüvvət x olduğuna görə mötərizə xaricindən çıxartsam, belə bir şərt alıram. Görürəm ki, 3/2 ümumiyyətlə x-in istənilən müsbət qiyməti üçün 3/2-nin və onun istənilən qüvvətləri 1-dən kiçik olur. Yəni, bunun ümumi həllər çoxluğu 0-dan müsbət sonsuzluğadır. 0-dan müsbət sonsuzluğu olduğuna görə, deməli, bunun ən kiçik həlli olacaq 1. 76-cı sual. AB 2 rəqəmli ədədləri üçün kök altı AB natural ədəd olarsa, belə AB ədədlər arasında təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, ehtimalın düsturu belədir. Mümkün hallar, əlverişli hallar. İndi, ümumi görüm nə qədər mümkün halım var. Elə bir iki rəqəmli ədəd fikirləşməliyəm ki, ondan kök çıxsın. Çünki natural ədəd deyir. Baxıram, 16 olar, 25, 36, 49, 64, 81. Ümumi 6 halım var. Yəni, mümkün halların sayı 6-dır. Tək ədəd olması, tək ədədlər 25, 49, 81, ümumi 3, yəni tək ədəd olması 3 ehtimaldır. 6-da 3-də ixtisar gedir, qalır 2-də 1.
77-ci sualda loqaritm 81-dən 8. 81-i biz gəlin belə yazaq. 3 üstü 4 kimi. 8-də 2-nin kubu kimi yazaq. 9-u da 3-ün kvadratı 32-nin 2 üstü 5 bərabərdir. Loqaritmin xassəsinə görə 4-də 3 loqaritm 3-də 2 bölünsün. 2 məxrəcə 5 surətə loqaritm 3-dən 2. İndi böləndə 10 üstə loqaritm 3-də 2, loqaritm 3-2 gedəcək. 4-də 3-ü böləsiz 2-də 5-ə. 4-də 3-də 2-də 5-ə böləndə birinci qalır, ikincini tərsinə çevirib vurursunuz. Olur sizin cavabınız 10-da 3. 78-ci sualda x mənfi 0,4 olduqda ifadənin qiymətini tapmaq tələb olunur. Yazaq. 10 vurulsun mənfi 0,4-ün kvadratı çıxılsın 5 moduldan mənfi 0,4 plus 3 bərabər. Siz bilirsiniz ki, hər hansı bir mənfi ədədin kvadratı müsbət verəcək. 0,4-ün kvadratı bizə verəcək 0,116. 10 vurulsun 0,116 çıxılsın 5 vurulsun 0,4 plus 3. Onu 0,16-ya vuranda edəcək 1,6. 5-i 0,14-ə vuranda 2 eləyir. Çıxılsın 2 plus 3. Bu da bizə verəcək 2,6. 78-ci sualın cavabı 2,6. 79-cu məsələ. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladılar. Tutaq ki, bu A-dan B-yə qədər olan bir məsafədir. Və burada bir S nöqtəsi var. A-dan S 24 kilometrdir. Velosipedçinin sürəti piyadanın sürətindən 8 kilometr çoxdur. Kilometr bölü saat çoxdur. Siz bilirsiniz ki, fizikadan V bərabər S bölü T düsturu. Burada T-ni tapmaq üçün S-i V-yə böləcəksiniz. Onda belə başa düşürəm ki, ümumi 34-dürsə, bura 24-dür, burada 10 düşməlidir. Deməli, onun V-yə nisbəti və biri o birinə 0,5 saat tez çatıbsa, bunların fərqi mənə 0,5 verməlidir də, belə çıxır. V plus 8 bərabər 0,5. 0,5-də 2-də 1 kimi yaza bilərsiniz. Və buradan ortaq məxrəcə gətirsəniz, yekun cavabı 4 tağarsınız. Deməli, 79-cu sualın cavabı 4-dür. 80-ci sual. 24 nəfərin ibarət işçi qrupunda olan qadınların yaşlarının əldə ortası 21, kişilərinki 29-dur. Qrupda bütün işçilərin yaşlarının əldə ortası 26 olarsa, qrupda neçə nəfər kişi var? Yaxşı, ümumi 24 nəfər adam var. Gəlin belə eləyək. Birinci tutaq ki, qadınlar olsun X, kişilər olsun 24 minus X. Birinci halda qadınların yaşlarını cəmi bilmədiyimə görə mən ona Y yazıram. Y-i qadınların sayına böləndə mənə verməlidir 21. Daha sonra kişilərin yaşlarını cəmini bilmirəm, Z-lə işarə edirəm. Kişilərin sayı 24 minus X-dir, o da bərabərdir 29-a. İndi bütün işçilərin yaşları cəmi deyirsə, söhbət qadın və kişidən gedir də. Qadınlar Y-dir, kişilər Z-dir. Deməli, onların yaşları cəmi Y plus Z-in ümumi işçilərə, yəni 24-ə nisbəti bərabər olmalıdır 26-ya. İndi Y-in yerinə 21x yazıram. Yazaq buradan. 21x. Z-in də yerinə 29 vur 24 minus x yazıram. 29-u 24-ə vuranda 696 edəcək. Çıxılsın 29x bərabərdir. 26-nı da 24-ə çarpmaz vuraq elə burada. O da eləyər 624. Deməli, onda 72 bərabərdir 8x, x də bərabərdir 9. 9 nəfər qadındır. Bəs kişilər nə qədərdir? 24-dən 9 çıxanda cavab edər 15. Düzgün cavabımız 15-dir. 81-ci sual parabola ilə bağlı bir məsələdir. CO 5-dir. BO ilə 25A olarsa parabolanın təpə nöqtəsinin apsisini tapın. Yaxşı. BO 25A oldu. AO x-dirsə, bu olacaq 25x. Yaxşı, h kvadrat mn düsturunu yəqin ki bilirsiniz. H kvadrat bərabər mn. Hal-hazırda bu üçbucaqdır. ASB üçbucağı və ya ABS necə baxırsınızsa. Üçbucağın hündürlüyüdür bu. Bu da böldüyü mn hissələrdir. Onda 5-in kvadratı 25 bərabər x vurulsun 25x. Onda belə çıxır ki, x kvadratı bərabərdir 1.
X də buradan çıxır ki, müsbət mənfi 1. Aydın məsələdir ki, bu A nöqtəsi apsis oxunun mənfi istiqamətə yerləşdiyinə görə bu olacaq mənfi 1. Bu da bu hissə müsbətdə yerləşdiyinə görə müsbət 1. 25-də 1-ə vurursunuz 5, 25 eləyir. Və parabolanın təpə nöqtəsinin apsisi elə onun apsislərinin ədədi ortasına bərabərdir. Yəni x1 plus x2 bölünsün 2-yə. İndi bizdə də 25 mənfi 1 idi də bu. Üstə gəlinsin mənfi 1 bölünsün 2. O da edəcək cavabımız 12. Düzgün cavabımız 12-dir. 82-ci sualda uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlar deyirsə, alfa plus betanın cəmi 180 olmalıdır. Eyni adlı bucaqlar deyirsə, əgər bir-birinə bərabər olur. Gamma plus fi bərabərdir, bir-birinə bərabərdir. Gamma bərabərdir fiyə. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Yəni gamma nəyə bərabərdir? 0.8 alfaya. Bəs fiinin dərəcə ölçüsü betadan 20% çoxdur. Yəni 1.2 beta. Şərtə görə gamma fiyə bərabərdir. Çünki bunlar eyni adlı bucaqlardır. Olacaq 0.8 alfa bərabər 1.2 beta. Hər tərəf 10-a vursaz olacaq 8 alfa bərabər 12 beta və 4-ə bölsəz 3 alfa bərabərdir 4, 3 yox. 2 alfa bərabər 3 beta. Onda alfa nəyə bərabərdir? 3K-ya, beta da 2K-ya. Qarşısındakı ədədə bərabər olur. Bunlar şərtə görə sizə 180-dir cəmləri. 3K plus 2K 5K-dir də. 5K 180-dirsə K 36-dır. İndi alfa 3-dür, 3K-dır, beta da 2K-dır. 36-nı 2-yə vurursunuz bir dəfə. 72, 36-nı 3-ə vurursunuz 108. Deməli, bunun doğru cavabı 72 və 108-dir. 83-cü məsələ 3 bucaqla bağlı bir məsələdir. A, S, B 3 bucağı çəkək. Tən bölən verilib. CD 2,4'dür. AB 8,5'dir. Siz bilirsiniz ki, əgər tən bölənsə bucağı yarıya bölür və bu halda nöqtədən üçbucağın üzərinə qədər olan məsafə, üzərindəki nöqtələrə qədər olan məsafələr bərabər olmalıdır. Yəni burada 2,4'dür. Belə başa düşdük ki, hündürlük 2,4'dür. Onda S bərabərdir 2'də 1 AH üstuna istifadə etsək, 2'də 1 vurulsun, 2,4 vurulsun 8,5. 2,4 ilə 2 ixtisar gedir, qalır 12,5. 12,5'i də 8,5'e vurmaq lazımdır. Yəni onda buradan bir yerdən vuraq. 12,5'i vurmaq lazımdır 8,5'e. 5, 5, 25, 5, 2, 10. Deməli, 2 yadda. 5, 1, 5, 6, 40. 8 və 5'imiz 40, 8 və 2'miz 16. Bir dəqiqə. Deməli, 2,4 ilə 2 getdi, 1,2. 1,2'ni vurmalıyım 8,5'e. 5'i 2'ye vuram 10, bir yadda. 5'i 1'e vuram 5, bir yadda 6. 8'i 2'ye vuram 16, bir yadda. 8'i 1'e vuram 8, bir yadda 9. Cavab burada olacaq 10,2. 83-cü sualın cavabı 10,2. 84-cü sual, deməli, orta nöqtənin apsis yoxluğunun mənfi hissəsi. Mən aşağını sileyim, bizə mane olmaz. İndi apsis oğlunun mənfi hissəsi deyirsə, tutaq ki, bu bizim düzbucaqlı Descartes koordinat sistemimizdir. YX. AB parçası verilib bizə və bu AB parçasının ortası apsisin mənfi hissəsinə düşür. Aha. Burada belə çıxır ki, orta nöqtənin koordinatlarını biz necə tapırdıq? X' bərabərdir x1 plus x2 bölünsün 2. Y' bərabərdir y1 plus y2 bölünsün 2. Yəni, yazırıq bu şəkildə. K kvadratı minus 4K plus 12 minus 4K bölünsün 2 sıfırdan kiçikdir. Çünki bunun apsisinin orta nöqtəsi görürsünüz mənfi yazıb bura. Mənfi hissə üzərindəcə sıfırdan kiçik olmalıdır. Amma y-i apsis oxunu kəsdiyi üçün sıfır olur da. Y-i nədir? Deməli, K kvadratı plus 32 minus 12K bərabər 0. İndi
Bu ifadə sıfırdırsa, belə çıxır ki, k kvadrat minus 8k plus 12. Bunun həllər çoxluğu haradır? Gəlin baxaq. Deməli, kökləri vietlə tapsaq 6 ilə 2, aha 2 ilə 6. Deməli, mənim cavab variantlarım 2 ilə 6 arasında olmalıdır. Aşağıdakına baxsaq, yəni k kvadrat minus 12k plus 32 bərabər 0 təhlil. Yəni, vietlə həll eləsək kökləri tapıram. Deməli, neçə? Kökləri tapırıq. 4 ilə 8. Amma 8 ödəmir. Çünki 8 2-nin 6 arasında yerləşmir. Ona görə bizim doğru cavabımız 4 olacaqdır. 85-ci suala gəlin baxaq. Euler-Venn diaqramı verilir bizə. Euler-Venn diaqramında Euler-Venn diaqramında A və B çoxluqların elementlərinin sayı verilmişdir. A ilə B-nin kəsişməsi böyükdür B-nin A-ya fərqindən. X-in natural qiymətləri üçün AB fərqinin ala biləcəyi ən kiçik və ən böyük qiyməti tapın. Yaxşı. İndi A-nın B-yə kəsişməsi budur. B-A fərqi də bu hissədir. Bu bundan böyüksə yazırıq 3x plus 4 böyükdür 19 minus 2x-dən. Onda belə çıxır ki 5x 15-dən, x də 15-i 5-ə bölündə 3. X 3-dən böyük olmalıdır. 3-dən böyük ədədimiz 4. Deməli, ən kiçik halda bu 4 ola bilər. İndi ən böyük hala baxaq. Baxıram ki, 19 minus 2x ifadəsi mənfi olmaz. Çünki heç vaxt biz sayı mənfi ilə işarə etmirik. Məsələn, siz deyə bilməzsiniz ki, çoxluqda mənfi 5 sadə element var. Çox gülməli səslənir həqiqətən. Ona görə də 19 minus 2x-i də siz 0-dan böyük götürməlisiniz. Onda belə çıxır ki, 19 2x-dən böyükdür, 0-dan böyük bərabər. Onda x-də deməli 9,5. Aha, 9,5. Aha. 9,5-dən də əvvəlki ədədimiz 9-dur. Yəni 9,5 götürə bilmirəm, naturaldır çünki say. Ona görə 9 da burada bir yeganə, burada böyük kökümüz, yəni ən böyük qiymət olaraq 9 götürür. Çünki 10 götürsəz uşaqlar, bir dənə 10 qoyun bura. 10 qoyanda mənfi 1 olur. Hə? Mənfi olmaz axı dedik. Deməli, ən böyük qiymət 9-da, ən kiçik qiyməti 4. İndi bunların cəmi də bizə deyəcək 4 plus 9 bərabərdir 13. Düzgün cavabımız 13-dür.